Bəli, Vaşinqtondan gələn son açıqlamalar göstərir ki, ABŞ və İran arasında aparılan proses artıq yekun mərhələyə yaxınlaşır. Prezident Donald Trump'ın son bəyanatları da bunu təsdiqləyir. Trump G7 samitində Fransa prezidenti ilə görüşdən sonra jurnalistlərə bildirdi ki, hərbi əməliyyatların dayandırılması ilə bağlı bütün sənədlər imzalanıbdır. Onun sözlərinə görə Hörmüz boğazında hərəkət mərhələli şəkildə bərpa olunur və iyunun 19-da boğazın tam açılması gözlənilir. ABŞ prezidenti qeyd edib ki, artıq bəzi gəmilər marşrut üzrə hərəkət etməyə başlayıblar. Ağ Evin rəhbəri həmçinin İranla əldə olunan razılaşmaların rəsmi imzalanma mərasiminə vitse-prezident J.D. Vance'in qatılacağını təsdiqləyibdir. Trump özü də mərasimdə iştirak ehtimalını açıq saxlayıb və bunun proqramdan asılı ola biləcəyini bildiribdir. O əlavə edib ki, razılaşmanın tam mətni yaxın günlərdə ictimaiyyətə təqdim ediləcəkdir. Bu arada vitse-prezident J.D. Vance'in İranın nüvə proqramı ilə bağlı müzakirələrin davam etdiyini açıqlayıbdır. Onun sözlərinə görə Vaşinqton, Tehran və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranın zənginləşdirilmiş uran ehtiyatlarının gələcək taleyi üzərində işləyirlər. Müzakirələrdə həmçinin materialların məhv edilməsi variantı da nəzərdən keçirilir. Vance eyni zamanda bildirir ki, ABŞ administrasiyası İranın üzərinə götürəcəyi öhdəliklərdən asılı olaraq sanksiyaların əhəmiyyətli hissəsinin yumuşaldılmasına hazırdır. Bununla yanaşı o vurğulayır ki, ABŞ büdcəsindən İrana hər hansı maliyyə vəsaiti ayrılması nəzərdə tutulmur. Vaşinqtonda hesab edilir ki, qarşıdakı günlərdə açıqlanacaq sənədlər təkcə ABŞ və İran arasında münasibətlərin deyil, həm də regionda təhlükəsizlik və enerji daşımalarının gələcək istiqamətlərinin müəyyənləşməsində mühüm rol oynaya bilər.